Bilirsən, mən Təbrik edirəm, xoşbəxt olun. Bilirsən, mən Qumru xanımı bir sənətşünas kimi xüsusilə bəyənirəm. Amma onun bizim şəxsi münasibətlərimizə heç aidiyyəti yoxdur. Ay, nə gözəl. Kaş bütün kişilər xanımların sənətinə sizi kimi dəyər verə biləydilər. Burada xanımlardan da çox şey asılıdır. Gərək xanım öz sənətinin gözəlliyini gözəl şəkildə izah edə bilsin. Bu da Qumru xanımda var. Elədir. İndi isə istəyirəm bizim işimizlə bağlı danışsın. Mən bildiyim qədər siz istəyirsiniz ki, şərq üslubunda tikilsin. Bəli. Deyirəm, bəlkə qərb elementlərindən qataq içərisinə. Şərqlə qərbi bir-birinə sintez olsun. Necə olar? Siz nə düşünürsünüz? Məncə yaxşı olmaz. Niyə ki, indi belə eləyirlər axı? Hər edilən doğrudur bəyəm. İkisini əgər birində eləsəniz, olacaq eklektik bir şey. Amma düşünürəm ki, ayrı-ayrı eləsəniz daha yaxşı olar. Düzdür, bunu memarlar daha yaxşı bilər. Amma bir sənətşünas olaraq deyə bilərəm ki, ortaya daha keyfiyyətli iş çıxar. Şərq zalı ayrı, Avropa hissəsi isə ayrı. Şərq zalında miniatürlər, şərq ornamentli işlər olar. Avropa hissəsində isə modern üslublu fotolar. Necə məsələ? Mən düşünürəm, yaxşı olar. Məncə də. Bravo. Bravo Qumru xanım. Çox gözəl, çox gözəl. Aygül, haradasan bayaqdan? Hara getmişdin? Elə də bu dəfə də belə də. Axşamınız xeyir. Elə bir bıçaqla adamı deşirsən. Aygül, sözdür dedin də. Mən heç nə gizlətmirəm səndən. Oh. Nə oldu? Az konfetli də. Bəbir müəllim, Qumru xanım, sizi görməyimizə çox şadıq. Sizin də dediklərinizi biz nəzərə alırıq inşallah. Mənə gəlir ki, hər şey yaxşı olacaq. İndi isə bizi bağışlayın, biz gedək. Sizi öz yanımıza dəvət edib bir qonaq kimi bizim yanımızda olasınız. Müzakirələri davam edək. Sağ olasınız. Sağ olun. Bizim üçün də xoş oldu. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Xəbərləşərik inşallah. İnşallah. Qumru xanım, xahiş edirəm. Xahiş edirəm, bax. Mən məcbur oldum. Başqa cür eləyə bilməzdim. Mən onlara demişdim ki, xanımımla gələcəm. Amma neyniyim, Xavər xanım gələ bilmədi. Belə də yaxşı çıxmazdı axı. Siz çox nahaq yerə məni bura çağırmısınız. Çox xahiş edirəm. Bir də məni belə yerlərə dəvət eləməyin. Qumru xanım, xahiş edirəm sizdən. Vallahi mən özürlü sayın. Bu iş mənim üçün çox vacib idi. Xavər nədir, döyür? Xavər kimdir? Ha, Bəbir müəllimdir.